İndi isə AND və OR funksiyalarına baxalım. AND və OR funksiyaları Excel-də bir neçə şərti eyni anda yoxlamaq üçün istifadə olunan məntiqi funksiyalardır. Bu funksiyalar sonda true və false dəyərini verir. AND funksiyası yalnız o zaman true qaytarır ki, bütün şərtlər doğru olsun. Əgər şərtlərdən biri belə yanlışdırsa, false dəyərini verəcək. OR funksiyası isə şərtlərdən ən azı biri doğru olarsa, true qaytarır. Yalnız bütün şərtlər yanlış olduğu halda nəticə false verə bilir daha doğrusu. İndi isə bunlar barəsində misallara baxaq. Gördüyünüz kimi qarşıda yazılmış funksiyanı, burada nəticəsini görəcək. Bərabərdir AND birinci logical, yəni şərti deyirik. Hansı ki birinci şərtimiz bu xanadakı ədədin 4-dən böyük olmağını göstərir. İkinci şərt isə J3 xanasındakı şərtin 20-dən kiçik olduğunu göstərir və üçüncü isə K3-dən K3 xanasında olan ədədin 27-dən kiçik olmasını göstərir. Nəticəyə baxaq. Gördüyünüz kimi false verdim. Deməli, AND funksiyasında false verməsinin səbəbi yalnız bir ədəd yanlış şərtin olduğunu bilmək kifayətdir. Baxaq görək o hansıdır. 3 böyükdür 4-dən, düzdür bu. J3 kiçikdir 20-dən. J3 kiçikdir 20-dən. Baxın, bu şərt bizə kifayət edir ki, burada dəyərin false olması kifayət etsin. Çünki 25 ədədi 20-dən kiçik deyil. Deməli, bildiyimiz kimi AND-də yalnız bir ədəd şərtin yanlış olması kifayət edir ki, o bizə false dəyərini versin. İndi isə OR-a baxırıq, OR funksiyasına. Bərabərdir H3 4-dən vergül I3 böyükdür 20-dən vergül və J3 böyükdür 27-dən. İndi isə bizə hansı nəticəni verəcəyinə baxacaq. True. OR funksiyası true vermək üçün bir şərtin düzgün olmağı kifayətdir. Gəlin baxalım. H3 böyükdür 4-dən. Gördüyünüz kimi bu şərt bizə kifayət edir ki, bizim bu funksiyamız true dəyərini versin. Növbəti funksiya not funksiyasıdır. Not funksiyası Excel-də bizə harada lazım olur. Misal üçün deyək ki, biz hər hansı bir formulanın və yaxud da funksiyanın əldə etdiyi dəyərin əksini əldə etmək istəyirik. O zaman biz not funksiyasından istifadə edirik. Not funksiyası daxilində məsəl üçün burada gördüyümüz bir formulanı da qeyd edə bilərik. Hansı ki, burada müqayisə operatorlarından istifadə edib true və false dəyərlərini əldə etmişik. Biz not daxilində bu formulanı istifadə etsək, nəticəsi true olduğu halda bizə false verəcək. Çünki dediyim kimi bizə əks dəyər lazımdır. Misal üçün göstərək. E3 xanasındakı ədəd deyək ki, böyükdür 8-dən. Biz bildiyimiz üçün H3 xanasında 5 ədədi var. 5 ədədi 8-dən böyük deyil. Onun üçün false verməlidir. Lakin not daxilində yazdığımız üçün true nəticəsini verəcək.